Və bu ailə münasibətlərində, baxın burada bir xətt var, bu baş xəttidir. Bu ürək xəttidir, bu baş xəttidir. Deməli, əgərsə erkən vaxtdan şərait və şans olub bunda. Bu hissə və bu hissə təxminən 18 yaşlardır və 17-18 yaş arası burada. Gəldi 23 yaşa qədər bir xeyli uğur, amma burada vilkalanma gedir. Deməli, hardasa səhvlər buraxır, rəftarla bağlı. Sonra burada səyahət xətti var. Əgərsə bu adam gedib xaricdə təhsil alarsa, lap yaxşı olar. Deməli, o şans da var onda. Artıq orada baxır, imkanına baxır, ailə vəziyyətinə baxır. Yəni, şərait yaransa bunu xaricdə oxumaqdan ötürü, hətta bu xətlər də ay bürcündən başladığına görə qanunda bu insan xarici yaşamalıdır. Həyatını orada qurmalıdır. Artıq o mühitə uyğun. O mühitə uyğun. Yaşadığı yerdən bir xeyli aralı yaşamalıdır. Onda uğur bir xeyli artır. Reallaşa bilər. Bəli. Beynində olan o narazı fikirlər, narazı sözlər, münasibətlər bir xeyli aşağı düşür. Bildinizmi? Yəni, belə deyək də, kənar yerlərdir, kənar insanlardır. Artıq onlara öz nə qədər olsa yığışır, özünün o kaprizlərini göstərə bilmir. Bəli. Və onların qanunlarına tabi olur. Və insan elə bir ki, qaynar suyu bir soyuyur. Temperatur düşür aşağı. Və burada onun üçün əslində tez sürətli xoşbəxtliyə çatmaqdan ötürü xaricdə yaşayışı üstünlük təşkil edir. Özdə bu xətlər icazə verir ki, orada uğur qazansın. Heç bir minusu yoxdur. Hətta belə pul borclayıb getsə də belə, indi mən demirəm pul borclayıb getsinlər. Misal üçün ola bilər. Yəni, o orada uğurunu qazanır və hətta əla olur. Əgərsə biz bu birləşən xətlərin yerində, baxın, burada, indi mən buna gətirəcəm. Burada 3 dənə niqah xətti var. 3 dənə niqah xətti. Deməli, bu 23 yaşa qədər həm də bunun sevgisi də olub. Eyni zamanda bu sevib də. Və tutaq ki, arzusunda var ki, bu oğlanla ailə qursun. Amma bu xətt qalındır, ortada ada var. Deməli, mənası odur ki, niqah xəttinin ortasında bir də qalındır və ada kimi bir işarə var deyənə, onların arasında o niqah hələ mövcud ola bilməz. Ortada adam var. Başqa bir qız var arada. Arada adam var deyənə. Bu da ki, qısqancdır. Narazıdır. Hiss etsə ki, kimlənsə danışır, qırır əlaqəni. Deməli, tutaq ki, 20 yaşdakı niqah xətti pozulur. Bu, niqah xətti hesab olunmur. Bu, travma hesab olunur. Psixoloji travmadır. Sevgi travması. Və eyni zamanda çeçələ barmağı istər-istəməz psixoloji cəhətdən ayrılır əldən. Addelini durur. Çeçələ barmağı. Deməli, şuuraltı onun negativini yaşayır. Negativləri. Bildinizmi?